Hər vaxtınız xeyir olsun əziz izləyicilərim. Bugün mənim üçün bacımın göndərdikləri bu boğçanı açıram. Öz evindən ayrı qalan, həm işləyən, həm oxuyanlar bilir, belə gələn sumkaların qiyməti yoxdur. İşimlə bağlı nə yayda, nə qışda mən bu mürəbbələri, turşuları hazırlaya bilmirəm. Bacım sağ olsun mənim üçün bişirib, yığır, lazım olduqca göndərir. Onu da qeyd edim ki, şəkərini, meyvələri, turşu üçün islikləri özüm alıb verirəm. Maddi tərəfini mən qarşılasam da, əsas iş bunları belə gözəl hazırlayıb ortaya çıxarmaqdır. Keçək onun da məndən gözlədiyi bu təqdimata. İlk öncə alça və zoğal turşusu, kompotlar, gavalı turşusu, heyva mürəbbəsi, göyəm turşusu, incir mürəbbəsi, acı biber turşusu, mənim möcüzəm, ən sevdiyim, çox sevdiyim sarımsaq turşusu. Burada da bağrıma basıram, görürsünüz. Sarımsaqsız mənim bir günüm olmasın. Pomidor və xiyar turşusu və öz əlləri ilə yuyub qurutduğu kəklik otu, nanə və reyhan qurusu. Sonunda isə qarpız mürəbbəsi. Ən çox sevdiyim mürəbbələrin içində qarpız mürəbbəsidir. Bunu da mənim Lətafət bibim çox gözəl bilir. Hər dəfə mənə beləcə göndərir. Çox sağ olun, var olun deyib çəkilişi yekunlaşdırırıq. Əziz izləyicilərim, sizdə necədir vəziyyət? Qohumlardan kimdən umub, kimdən küsürsünüz? Rəylərdə yazın görək, sizə də gəlir belə boğçalar.